Siz övladınızı ağıllı, təmkinli, xoşniyyətli, mehriban və tərbiyəli olsun deyə böyüdə bilərsiniz. Amma heç kimə vurma, itələmə, səsini çıxarma, cavab qaytarma deyə təmkinli, mədəni və tərbiyəli bir uşaq böyüdəcəyinizi düşünürsünüzsə, çox böyük səhv edirsiniz. Çünki siz bununla da fərqində olmadan övladınızı zorakılıq qurbanı edirsiniz. Övladınız məktəbə, küçəyə çıxdığı hər an həyatın gerçəklikləri və pislikləri ilə qarşılaşa bilər. Araşdırmalar göstərir ki, adətən ən çox zorakılığa məruz qalan uşaqlar həddindən artıq mülayim, ağıllı, təmkinli və mədəni uşaqlardır. Belə böyüdüldüyü üçün də uşaq haqqını müdafiə etməyi, özünü qorumağı bacara bilməz və buna görə də zorakılığa daha çox boyun əyməyi və susmağı seçər. Övladınıza yaxşı bir insan olmağı öyrətdiyiniz qədər, lazım gəldiyi yerdə reaksiya verməyi, sərhəd qoymağı, haqqını müdafiə etməyi, uyğun cavabını verməyi və dırnaqlarını göstərməyi də öyrədin. Bu sayədə övladınız hər cür zorakılıq və pislik qarşısında özünü daha yaxşı müdafiə edə bilər. Və siz övladınızı necə böyüdürsünüz?